Amin inşallah. Əsas odur ki, onlar rahat olsunlar da ki, mənlə gəldi, oğlum məsləhətləşdi. Başı çıxmasa da, bilməsə də, əsas odur ki, nə bacısının yanında, qardaşın yanında deyir ki, filan şey alanda, hə, gəldi mənlə məsləhətləşdi. Mənə dedi. Mənə dedi. Onu deyəndə mən də qıraqdan ləzzət alıram. Bizim bir əmmim oğlu var, gedib özü qız sevib, alıb, gəlib anasına, ilk dəfə anasına deyib ki, ana məhz mənimlə qız sevirəm və onu almaq istəyir. Hər yerdə indiyə qədər bibim deyir ki, ona qızım mən aldım, dedim bunu al. Bu ilk dəfə buna deyib bakı. O ondan ləzzət alır da. Romaya da gelib deyib ki, mən oğlumu o qız almaq istədim, məsləhət bildim, o da aldı. Evet, ama elə olmuyor. Neyse, burada da tanıştım, üzürü say. İndi bak, o analar için, bize bakan analar için, atalar bəzən incir ki, arada bize de yer verin. Bir de anamansı. Ay ata, sen bizim başımızın tacısan, ataların hamısı övladların baş tacıdılar. Ama analar o məsələdə biraz həssasdılar da. Daha çox diqqət, daha çox qayğı istəyir.